bir komandada Rashfordda qalıbsa, vay onun alına. Xarici kanalların birində baxırdım, orada bir müqayisə edirdi. Deyir, hansı daha biabırsılıqdır? Manchester Unitedin məğlubiyyəti yoxsa Tottenhamın məğlubiyyəti? Açığı birinci mən fikirləşdim ki, Tottenhaminki daha biabırsıdır. Çünki 300 milyondan çox transferə pul xərcləyirsən və yenə köhnə hamam köhnə tasdır. Hələ qaçan bir penalti var idi. O da qol olsa 4-0 məğlub olacaqdım Brentforda. Sonra da fikirləşirəm ki, əslində Brentford da zəif komanda deyil. Keçən mövsümdə liqanın üst sıralarda bitirdi. Amma Manchester Unitedin rəqibi yeni Premier Liqaya qalxan Hull City idi. Onda Unitedinki daha mı biabırsı idi? Hər halda gəlin oyunlar üzərindən gedək. Axırda siz rəydə qərarınızı verərsiniz. Manchester Unitedin oyununda mənə elə gəlir ki, ən çatışmayan məqam enerjinin olmamağı idi. Oyunçular sanki yorğun idilər, sönük idilər. Elə bir liqanın axırları idi. Fiziki olaraq da çatdırmırdılar. Bir də yan pas, geri pas, yan pas, geri pas. Bunu da həmişə demişəm, bundan sonra da həmişə deyəcəm. Topa sahib olma ciddi bir meyar deyil. Manchester United 72% topla oynayıb, amma gəl ki, nə olsun, qol vura bilməyib 2-0 Hull City-yə məğlub olandan sonra nə edirəm bunu? Bu gün çox stat çəkdim Mourinho'dan, amma o sözü də çox xoşuma gəlir. Deyir, biz qələbə qazandıq, rəqib istəyirsə topu evinə apara bilər. Yəni nə qədər istəyirsən topa sahib ol da, əsas nəticədir, üst xaldır. United-də o qol epizodlarını yarada bilmədi. Ümumiyyətlə hücumda bir dişsizlik var idi. Biraz Rashford meydana gələndən sonra hərəkətləri hiss olundu, amma bir komandada Rashfordda qalıbsa, vay onun alına da. Doğrudan da bu Man United, vay United olub. Transfer lazımdır qeyd eləmişəm. Ya transfer lazımdır komandaya, ya da ki Benjamin Şeşko'nun biraz ayağı açılmalıdır. Baş məşqçi də Şeşko'ya digər oyunlarda start heyətdə şans versə, məncə uduzmaz. Müdafiə ilə bağlı da məşhur şəxs var bizdə. 1-2 il yaxşı oynadı, yenə qayıdıb əvvəlki performansına. Söhbət Harry Maguire'dan gedir. Biraz da Luke Shaw da qoşulub ona. Müdafiədə çox intizamsızlıq var. Xüsusilə fərdi səhvlərə çox yol verirlər. Yəni Tottenhamə də aşağı-yuxarı Manchester United dediyimiz məsələlərin eynisini demək olar. Bir də əlavə olaraq deyərdim ki, yeni transferlər pis deyil. Ayrı-ayrılıqda hamısı keyfiyyətli oyunçulardır, amma çox texniki oyunçulardır. Tottenhamin heyətində savaşçı oyunçular satmır. Yəni alsın, oyunu idarə eləsin, liderliyi üstünə götürsün, mübarizə aparsın. Biraz loru dildə desəm yumşaq komanda yaradıblar. O sərtlikləri satmır. İndi Savinho ilə Marmuş da gələcək, komandaya qoşulacaq, amma ümumi olaraq bir ab-havanı yüksəltmək lazımdır. Komanda sanki keçən il ki, ondan qabaqki il ki, o düşmə xəttində olan psixoloji baskıdan hələ çıxa bilməyib. City də qələbə qazandı, amma